Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzzə Seyidova və cinayətin icraçıları Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror icraçıların hər birini 19 il, Əzzə Seyidovaya isə 18 il azadlıqdan məhrum etmə cəzası istəyib. Müdafiə tərəfi istintaqın qərəzli aparıldığını bildirib. Digər çıxışlar 30 dekabrda dinləniləcək. Hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maşlağa qəsəbəsində baş verib. İttihama görə 23 yaşlı Əzzə Seyidova həyat yoldaşı Əli Seyidlinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş edib. Planlaşdırmadan sonra həmin gün Mehdi Məmmədli və digərləri Əli Seyidlini evinin yaxınlığında bıçaqlayaraq öldürüblər. Əzzə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci, digər təqsirləndirilərə 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə ittiham irəli sürülüb. Əzzə Seyidova özünü təqsirli bilməyib. Digərləri qismən təqsirli olduqlarını deyiblər. Sonradan isə ifadələrini dəyişərək qətlin sifarişlə deyil, şəxsi münasibətlər zəminində törədildiyini bildiriblər.